Növbəti videomuzu sizə Londonda Hyde Parkdan çəkirik. Arxamda gördüyünüz mərkəz ümumiyyətlə maraqlanan hər bir insan üçün təhsilini inkişaf etdirmək üçün olan Learning Center deyilən bir mərkəz ki, insanlar hər hansı bir konferansları, görüşləri burada keçirə bilirlər. Mövzumuz yenə də Montessori və ənənəvi təhsildir. 10 ildən çox ənənəvi təhsil məktəbdə işləsəm də, Montessori ilə tanışdığımdan sonra ümumiyyətlə təhsilin bütün ölkələrdəki məktəblərin Montessori sistemində işləməsini arzulayan müəllimlərdən biriyəm. Qeyd edim ki, ümumiyyətlə Montessoridə nəzərə alınır ki, insanlar müxtəlif cür yaddaşda saxlaya bilirlər öyrəndiklərini və Montessorinin əsas elementlərindən biri də şagirdlərin toxunaraq, hiss edərək öyrənməyidir. Çünki qeyd edək ki, nəzərə alaq ki, uşaqların həyatında əzələ inkişafı çox böyük rol oynayır. Ənənəvi məktəblərdə təhsilə başlayan uşaqlarda, bir çox uşaqlarda əzəlilər o qədər də inkişaf etmiş olmadığı üçün onların qələm tutmağında, yazı yazmalarında böyük problemlər yaranır. Amma Montessori məktəblərində isə ilk yaşlarından etibarən, artıq 1 yaş 6 aydan etibarən uşaqların əzələlərinin inkişafı önəmli rol daşıyır. Bu təbii olaraq ki, 1 yaş 6 aydan 3 yaşa kimi əsasən bunun üzərində işlənilir. 3-6 yaşda məktəbə daxil olduqları ilk 2 həftədə əsasən praktik həyatla məşğul olunur. Sonra isə təbii olaraq ki, riyaziyyat, dil, həndəsə, coğrafiya kimi elmlərə yiyələnirlər, hətta kiçik yaşlarından. Və 6, 9, 9, 12 yaşlarında da bu formada davam edir. Onu nəzərə alaq ki, nəinki əzələ yaddaşı, yəni bu əllərimiz, barmaqlarımız, bu əzələ yaddaşı toxunaraq öyrənməyimiz yalnızca uşaqlarda böyük rol oynayır, eyni zamanda da böyük insanlarda da böyük rol oynayır. Gəlin bunu düşünək ümumiyyətlə. Biz böyüklər olaraq yalnızca kitab oxumaqdan, yazı yazmaqdan mı öyrənirik, yoxsa həyatımızda həmin işi toxunaraq, artıq bir neçə il və praktikaya keçdikdən sonra mı öyrənə bilirik? Elə bunu düşünsək, anlayarıq ki, Montessori təhsili bir uşağın həyatında nə qədər böyük rol oynayır. Toxunaraq öyrənmək, hiss edərək öyrənmək, əzələ inkişafı, əzələ yaddaşı, bu anlamları anlamaq bir valideyn üçün çox önəmlidir.